Hər vaxtımız xeyir, Turan Qastroturizm Akademiyasının gələcək ulduzları. Bugün biz peşəkar mətbəxin ürəyinə, onun ən böyük sirrinə, yəni mizamplasa baş vuracağı. Unutmayın, bu sadəcə bir dərs deyil. Bu, mətbəxdə ya xaosa təslim olmaq, ya da bir qəhrəmana çevrilmək arasındakı seçimdir. Gəlin birlikdə bir səhnə canlandıraq. Servis vaxtıdır. Və o səs, printerin o amansız səsi. Sifarişlər dayanmadan gəlir. Ürək döyüntüləri sürətlənir, alın tərləyir, soyuducu qapıları çırpılır, amma lazım olan heç nə tapılmır. Havada, bilirsiniz, o kəsif gərginlik var. Və beynində tək bir sual fırlanır. Soğan hardadır? Axı doğranmalıydı. Hardadır bu soğan? Zaman uçur gedir. Hər bir saniyə qızıl dəyərindədir, sən isə ən bəsit şeyi axtarmaqla məşğulsan. Bax, bu xaosdur. Bütün mətbəxi bir virus kimi sürətlə ələ keçirir. Nəhayət, soğanı tapdın. Amma bu dəfə də tava buz kimidir. İndi onu qızdırmaq üçün daha neçə saniyə, bəlkə də neçə dəqiqə itirəcəksən. Bilirsiniz, bu domino effekti kimidir. Bir səhv o birini gətirir. O da növbətisini. Və gərginlik artıq dözülməz həddə çatır. Və sonda nə olur? Nəticə acı və qaçılmazdır. Sifariş gecikir, müşteri narazı qalır, sənin o qədər zəhmətin, seçdiyin o ən keyfiyyətli məhsullar, hamısı bu hazırlıqsızlıq burulğanında itib batır, tamamilə mənasız olur. Bəli dostlar, peşəkar mətbəxin sərt, amma dəyişməz reallığı budur. Hazır deyilsənsə, keyfiyyət ölür. Nöqtə. Burada amma, bəlkə, kaş ki, kimi sözlərə qətiyyən yer yoxdur. İndi isə gəlin bir anlıq nəfəs alaq və eyni mətbəxə tamamilə fərqli bir gözlə baxaq. Hər şey, hər bir detal öz yerində. Ölçülüb, biçilib, səliqəli qablara yığılıb. Aşpaz isə o sanki bir dirijordur. Sakit, nəzarətli, hər hərəkəti dəqiq. Yerindən qımıldanmadan sifarişlərə hazırlayır. Sifariş gəlir, yemək çıxır. Bu qədər sadə. Bax bu, xaosun yox, nizamın gücüdür. Bu, mizamplastır. Əsl peşəkarlıq budur. Yaxşı, bəs bu sehirli söz nədir? Mizamplas. Fransızcadan tərcümədə çox bəsit səslənir. Hər şey öz yerində. Amma inanın, bu sadəcə əşyaları yerinə qoymaqdan qat-qat artıqdır. Bu sadəcə tərəvəz doğramaqdan ibarət deyil. Bu, servis başlamazdan əvvəlki bütün hazırlıq prosesini əhatə edən bütöv bir fəlsəfədir. Bəs mizamplasın əsas məqsədi nədir? Çox sadə. Məqsəd yeməyin tərəvətinə, dadına zərrə qədər də xələl gətirmədən bacardığımız qədər çox işi öncədən görməkdir. Niyə? Çünki sifariş gələndə bütün fikriniz, bütün enerjiniz yalnız və yalnız o yeməyi mükəmməl etməyə fokuslansın. Gözəl səslənir, elə deyilmi? Bəs bu sistemi necə qururuq? Əlbəttə ki, bu pərakəndə şəkildə olmur. Mizamplasın özünündə bir plan olmalıdır. Gəlin indi bu mükəmməl hazırlığın 5 qızıl addımına birlikdə baxaq. Bu gördüyünüz 5 addım əslində sizin mətbəxdəki döyüş planınızdır. Birincisi, hər yeməyi xırdalayırsınız, yəni hissələrə ayırırsınız. Sonra düşünürsünüz, bunlardan hansını əvvəlcədən edə bilərəm. Üçüncüsü, hazırladığınız o şeyləri necə təzə saxlayacağınızı müəyyən edirsiniz. Dördüncüsü, hər işə nə qədər vaxt getdiyini dəqiq hesablayırsınız. Və nəhayət, bütün bu məlumatları toplayıb bir iş qrafiki, yəni istehsal cədvəli düzəldirsiniz. Bax, bu sizin komanda mərkəziniz olur. Planlama hissəsi aydındır. İndi isə gələk işin praktikasına, icranın tam ürəyinə, yəni hər bir aşpazın vizit kartı olan bıçaq ustalığına və doğrama sənətinə. Heç düşünmüsünüzmü, niyə peşəkar aşpazlar hər şeyi sanki xətkeşlə ölçülmüş kimi doğrayırlar? Bu, təkcə gözəl görünsün deyə deyil. Bunun 2 çox vacib səbəbi var. Birincisi, bəlkə də ən önəmlisi, bişirmə zamanı bərabərliyini təmin etməkdir. Bütün parçalar eyni ölçüdə olanda hamısı eyni anda bişir. Biri yanıb, digəri çiğ qalmır. İkincisi də, təbii ki, vizual tərəfidir. Yeməyə o peşəkar, səliqəli görünüşü verir. Baxın, bu cədvəl əslində beynəlxalq mətbəx dilinin əlifbasıdır. Julien, Brunoise, Batanet. Bu adlar sadəcə söz deyil. Hər birinin arxasında dəqiq bir ölçü, bir texnika və bir məqsəd dayanır. Bu dili bilmək və danışmaq sizin peşəkar olduğunuzun ən bariz göstəricisidir. Məsələnin ən kritik nöqtəsi də elə budur. Təsəvvür edin ki, bir tavada həm kibrit çöpü kimi nazik, həm də barmaq qalınlığında doğranmış köklər var. Nəticə nə olar? Cavab bəllidir. Naziklər kömürə dönəcək, qalınlar da daş kimi qalacaq. Məhz buna görə deyirik ki, mizanfaz təkcə hazırlıq deyil, həm də ardıcıllıqdır.
hər dəfə, hər boşqabda eyni yüksək standartı təmin etməkdir. Bu standarta çatmaq üçün isə düzgün texnika mütləqdir. Baxın, bıçağı belə möhkəm, amma rahat tutanda nəzarət tam sizdə olur. Bu, sizə həm sürət verir, həm də dəqiqlik. Digər əliniz isə sizin qoruyucu mələyinizdir. Barmaqları pəncə kimi içəri yığırsınız, bu həm tərəvəzi yerində saxlayır, həm də ən əsası barmaqlarınızı kəsilməkdən qoruyur. Unutmayın, mətbəxdə sürət qədər təhlükəsizlik də vacibdir. Yaxşı, bu mizanplas fəlsəfəsi hər yerdə eynidirmi? Əslində, həm hə, həm yox. Fəlsəfə eynidir, amma tətbiqi fərqlidir. Çünki mizanplas daşdan yazılmış qanunlar deyil, işə uyğunlaşa bilən ağıllı bir sistemdir. Gəlin iki fərqli ssenariyə baxaq, banket servisi və restoran servisi. Bir banketdə, yəni set menyuda yüzlərlə adam eyni anda eyni yeməyi yeyir. Deməli, siz yeməyi böyük həcmdə bişirib, düzgün temperaturda saxlamağa fokuslanırsınız. Bəs restoranda, yəni alakartda, hər masa fərqli vaxtda fərqli şey sifariş edir. Burada fokus bütün hissələri elə hazırlamaqdır ki, sifariş gələn kimi bir neçə dəqiqəyə boşqabı yığıb göndərə biləsiniz. Gördüyünüz kimi, məqsəd eyni olsa da yollar tam fərqlidir. Yekunlaşdırsaq, mizanplas nədir? Bu sadəcə tərəvəzləri doğrayıb qablara yığmaq deyil. Bu, fiziki nizamdan çox zehni bir nizamdır. Bir addım sonrasını düşünmək, plan qurmaq, hər şeyə hazır olmaq deməkdir. Əslində, mizanplas peşəkarlığın başqa adıdır. Və sonda, gəlin bir anlıq düşünək. Sizin mizanplasınız sizin standartınızdır, sizin mətbəxdəki imzanızdır. Və bu imza ya xaosu təmsil edəcək, ya da mükəmməlliyi. İndi sizdən soruşuram, TQT-nın gələcək şefləri, mətbəxə girəndə özünüz üçün hansı standartı seçəcəksiniz? Seçim sizindir.